13 noyabr üçün bürclərin ən düz proqnozunu hazırladım. Hər bürc üçün ümumi təhlil və qısa məsləhətlə təqdim edirəm. Qoç. Bu gün enerjiniz yüksək olacaq, amma səbr tələb edən işlərdə diqqətli olun. Münasibətlərdə sözlərinizə fikir verin. Qısa məsləhət. Sakit və təmkinli olun. Ani qərarlardan çəkinin. Buğa, maddi məsələlərdə yaxşı fürsətlər ortaya çıxır. Yaxın ətrafınızdan dəstək ala bilərsiniz. Qısa məsləhət. Pul və iş qərarlarında intizamlı olun. Əkizlər əlaqələrdə və sosial mühitdə gündəminiz aktivdir. Yeni tanışlıqlar üçün əlverişli gün olacaq. Qısa məsləhət. Ən yaxşısı, danışıqda dürüst və açıq olun. Xərçəng duyğularınız ön planda olacaq. Ailə və yaxınlarla vaxt keçirmək sizi ruhən gücləndirəcək. Qısa məsləhət. Hisslərinizi idarə etməyə çalışın, impulsiv davranmayın. Şir karyera və iş mövzularında gözlənilməz fürsətlər gəlir. İntuisiyanız sizi doğru istiqamətə yönəldəcək. Qısa məsləhət. Dəyişikliklərə açıq olun, riskləri hesablayın. Qız səhiyyə və gündəlik işlərə diqqət yetirmək faydalıdır. Planlı hərəkət etməyiniz gününüzü rahat keçirəcək. Qısa məsləhət. Sıxışdırılmış işləri tələsmədən tamamlayın. Tərəzi münasibətlərdə harmoniya önəmlidir. Yeni layihələrdə əməkdaşlıq sizi uğura aparacaq. Qısa məsləhət. Ətrafınızla balansı qoruyun, kompromisə hazır olun. Əqrəb, maliyyə və şəxsi layihələrdə uğur əldə etmək mümkündür. Təfərrüatlara diqqət vacibdir. Qısa məsləhət. Hər addımı diqqətlə planlayın. Oxatan gündəlik həyatınızda sürprizlər ola bilər. Səyahət və ya yeni layihələr üçün əlverişli zaman. Qısa məsləhət. Açıq fikirli olun və fürsətləri qaçırmayın. Oğlaq iş və karyerada məsuliyyətlər artır. Səbir və nizam-intizam sizi irəli aparacaq. Qısa məsləhət, stressdən qaçmaq üçün ara verin və planlı hərəkət edin. Dolça yaradıcı ideyalar və yeni layihələr günün əsas məqamıdır. İnsanlarla əməkdaşlıq sizə fayda gətirəcək. Qısa məsləhət, təxəyyülünüzü praktik addımlarla birləşdirin. Balıq emosional və intuisiya güclü olacaq. Münasibətlər və şəxsi inkişaf üçün əlverişli gündür. Qısa məsləhət, duyğularınızı ifadə edin,